Bu dəfə vətəndaş yaşadığı ərazidə söküntüyə etiraz olaraq şirkətin icraya götürdüyü texnikanı yandırdı. Tikinti şirkətinə 210 min manat ziyan dəydi. Hadisəni törədən şəxs həbs olundu. Daha ətraflı Rəşad Vəkiloğlu'nun sujetində. Yanğın söndürmələr gəldi. O vaxta qədər ekskavator yanıb külə döndü. Son illər paytaxtda sökülən binaların sayı artdıqca həmin ərazilərdə yaşayan sakinlərlə söküntünü aparan MTK-lar arasında problemlər də artmaqdadır. Ya kompensasiyanın məbləğinə, ya da mənzillərinin kvadratının düzgün ölçülməməsinə görə tərəflər arasında mübahisələr məhkəməyə qədər gedib çıxır. O tapmaq 2-1-2-dir, niyə tapılmır? Bir müddət öncə Nəsimi rayonu Novruzov qardaşları 55 ünvanında aparılan söküntü zamanı yaranan səs-küyə etiraz edən sakin şirkətə məxsus texnikanı yandırıb. Nəticədə MTK-nın icarəyə götürdüyü ekskavator yanaraq yararsız vəziyyətə düşüb və şirkətə 210 min manat zərər dəyib. Gecə işləyirlər də, maşınlar neyləsin? Gecə olay icazə verirlər, axı Kamazda səhər olay icazə yoxdur. O da beləncə göz səsə görə yandırırlar gecə. MTK-nın nəzarətçisi deyir ki, Əsəd Quliyev bacısının evində kirayədə yaşayıb. Kompensasiyaya görə ev sahibi ilə tikinti şirkəti arasında məhkəmə çəkişməsi getdiyi bir müddətdə o qonşuluqdakı evlərin söküntüsünü aparan texnikaların yaratdığı səs-küyə etiraz olaraq bu hadisəni törədib. Biz elə bil ki, bu razılığa gəldiyimiz sakin evini sökərkən Yusuf evində olan qaynı Əsəd elə bir əvvəlcədən hazırlatdığı o partlayıcı maddələri molotokları desək hazırlamışdı, ekskavatorumuza atdı. Ekskavatorun şoförü bunu görüb qaçdı, yanındakı nəzarətçilər görərək tez Fövqəladə Hallar Nazirliyinə zəng vurdu. Fövqəladə Hallar Nazirliyi gələnəcən ekskavatorumuz yandı, külə döndü. Bəs vətəndaşlar şirkət arasında razılıq yoxdursa, söküntü ərazisində digər evlərin köçürülməsi və söküntüsü necə aparılmalıdır? Gündüz çağlarında iri tutumlu maşınların şəhər ərazisinə, mərkəzi ərazilərə girməsi qadağandır. Bu yalnız ola bilir gecə saatlarında. Bir tərəfdən də ətrafdakı qonşuların gecə saatlarında narahatçılığına səbəb olur. Razılaşmış bir ərazidə söküntü işlərinin aparılmasına necə tikintidə icazə verilirsə, söküntüyə də belə icazə verilməlidir. Bunun üçün xüsusi saatlar tətbiq olmalıdır. Xatırladaq ki, texnikası yandırılan MTK məhkəməyə müraciət edib və hadisəni törətməkdə təqsirli bilinən Əsəd Quliyev dəmiş zərəri ödəməklə yanaşı 3 il həbs cəzası alıb. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.